Salam, söz anacı rubrikamız müasir şeirlərin təhlili ilə davam edir. Mən indi sizə Şəhriyar Delgeraninin bir neçə misrasından bəhs eləmək istəyirəm. Onun deməli bütün küçə uşaqlarına adlı bir şeir var. Orada çox qəribə bir məqam var. Mən onu oxuyanda doğrudan da çox təsirlənmişdim. Belə bir yer var, deyir ki, bütün küçə uşaqları mənim uşaqlığımdır. Onda hələ nə qadındıq, nə kişiydik biz hələ. Enməmişdi qadınlığa kişiliyə ruhumuz. Yəni mən bunu oxuyanda Paul Auster'in məşhur Yüksəklik Qorxusu romanını xatırladım. Orada qəhrəman deməli qeyri-adi bir bacarıqla doğulur. O durduğu yerdə havaya qalxaraq bir neçə metr havada dayanır və bunu biznesə çevirir. Yəni bütün dünyada məşhurlaşır bu bacarığına görə. Ancaq zaman keçdikcə ki, onda cinsi yetişkənlik başlayır, adamda baş ağrıları yaranır və o fiziki cəhətdən ağırlaşır. Belə deyək də, məcazi desək, mələhliyini itirir. Mələklərin bilirsiniz də cinsi yoxdur. Yəni onların ona görə imtahandan da onlar azaddılar və onların cisimləri yoxdur. Şəhriyar isə burada bu düşüncəyə, yəni dindən gələn, Paul Auster'in də işlədiyi bu düşüncəyə özünün bir əlavəsini eləyir və çox ustaca və çox yüksək istedadla. O demək istəyir ki, əslində uşaqlar da mələkdir. Nə qədər ki, onlarda cinsi yetişkənlik baş vermir. Bütün küçə uşaqları, qadınlı, uşaqlı, qızlı, oğlanlı hamısı mənim uşaqlığımdır. Yəni mən onların biriyəm. Yəni biz onda oynayırdıq, bir yerdə küçədə ora-bura qaçırdıq və nə qadın idi, nə qadın idik, nə də kişi idik. Çünki ruhumuz hələ qadınlığa, kişiliyə yenməmişdi. Başqa bir şeirində isə mənə Şəhriyar Füzulini xatırladıb. Ola bilsin ki, yəni bunu yazanda onları nəzərə almayıb, bəlkə nəzərdə tutmayıb, ola bilsin nəzərdə tutub, ancaq bunun əhəmiyyəti yoxdur. Yeri gəlmişkən bir məqamı deyim, ola bilər ki, biz bəzən bir şairin şeirini yozuruq, təhlil eləyirik. Məsələn, o şair bizim yanımızda olsa desin ki, mən siz dediklərinizi nəzərdə tutmamışam. Bu mümkündür. Ancaq o nəzərdə tutmayıb, o demək deyil ki, həmin mətləbə işarə vurmur. Bu şuur altından da gələ bilər. Şair özü hiss eləmədən də harasa göndərmə eləyə bilər. Şəxsən bu mənim öz yaradıcılığımda mənim başıma gəlib. Məsələn, hansısa hekayəmi, şeirimi elə təhlil eləyib, yozub, elə qiymətləndiriblər ki, mən qətiyyən o vaxtda düşünməmişəm. Ancaq təhlildən sonra görmüşəm ki, bu həm də belədir. Çünki yaxşı oxucu, yaxşı tənqidçi həm də bir balaca falçıya bənzəyir. O insanın, daha dəqiq desək, psixoloqa bənzəyir. O sənin şuuraltını oxuyur. Yəni sənin hətta düşünmədiklərini, instinktiv düşünüb həyata keçirdiklərini oxuyur. Yəni bu mənada Şəhriyar bunu nəzərə alsa da, almasa da Füzuliyə bir göndərmə var burada. Deyir, qollarım sənə qalxıb, endir bu minarəni. Burada deməli gücləndirici ifadəsi var. Bu daha çox salamdan gəlir Şəhriyar.